12 avqustdan qorxan varmı sabahki gün? Məncə qorxma. Çünki mən qorxmuram. Mənə soruşanlara deyirəm, yox, mən qorxmuram. Mən zəlzələlərdən qorxuram. O zəlzələlər ki, 2028-ci ilin sonuna qədər bütün dünyada bunu baş alıb gedəcək. Və onun üçün nə edəcəyini hər kəs texnologiya ilə düşünərək özünüzün düşünün. Mən sadəcə hündür mərtəbələrdən yaşayanlara balaca evlərə köçməyinizi məsləhət verərəm 2028-ci ilin sonuna qədər. Çünki 2028-ci ilin sonuna qədər dünyada baş verəcək böyük zəlzələlər hər yerdə o qədər çox olacaq ki, artıq mən bunu deməyə ehtiyac qalmayacaq. Qorxmalı olan şey varsa, dünya savaşını partladacaq olan bəzi silahların onlar hava yolu ilə gəlib bizi udaraq xəstəliklərə yönəlməsi, dünya savaşının böyük qızışması və ən çox da zəlzələlər və böyük sellər olacaq. Sağ olun dostlar. Qorxma sabahdan qoş şeydir. Sağ olun.